Marneuli Bələdiyyəsinin Qızılaclı kənd sakinləri daxili yolların yararsız olmasından və aidiyyatı qurumların məsələyə biganə yanaşmasından şikayətlənirlər. Marneulinin bir neçə küçəsində olduğu kimi artıq Qızılacılda yaşayan sakinlər də yolların bərbad vəziyyətdə olduğunu qeyd edirlər. Onlar hər zaman yağış yağdıqda yollarda su gölməçələrin yarandığını deyir, uşaqların məktəbə gedə bilmədiyini qeyd edirlər. Və hazırda onlar yolların dərhal təmir olunmasını tələb edirlər. Uşağım öydədir, gəldi, xəstələndə ayağı suya düşdü, yatır bir həftədir. Yəni yolumuz su, sel, yəni yola su çəkiblər, kanalizasiya bizə çəkmirlər. Nəyə görə? Bizim burada yaşayan əhali var. Neçə 12, 13. Neçə ailə var? Nə, 13 çox var. 20-dən artıq tikilişdə gedir. Hökumət pul vermədi, özümüz yığdıq, yol düzəltdik özümüzdən ötürü. Çörçöş verdilər, öylər tikildi. Sivet çəkildi. Şunu çəkdilər, indi yolun asfaltiyası yoxdur. Buraya çəkmirlər, kanalizasiya çəkmirlər, qranti çəkmirlər. Mənim öyüm o yuxarıdadır, oğlumun öyü aşağıda tikilib. Onun nə qrandı var, nə kanalizasiyası var. Işığı, qazı var. Ona görə ki, bunlara nə kanalizasiya çəkildi, indi kanalizasiyalar çəkildi, gəldik, dedik ki, bunlara da çəkil, dedik, planda döyük. Biz çəkənmirik. Getdik, su kontoruna getdik, su kontorunda bizə dedik ki, yox, get, ayın başına çəkiləcək. Gəlmədilər. Tələbimiz odur ki, bax, yolumuz yoxdur. Bugün kənd sakinləri həmçinin Marneuli meriyası önünə gələrək yaranmış vəziyyətin həll olunmasını tələb ediblər. Sakinlər bildirirlər ki, daxili yol problemi artıq onları rayon mərkəzinə gələrək etiraz aksiyası keçirməyə də məcbur edib. Bu dəqiqə nə skora gəlir, nə marşrutka istəyir, marşrutka büyünə nə əyləşməlidir. Yalvarmışam ki, qurban olum, dərdi qələm, gedəcək preftə düzəltdirəcək. Marşrutka deyil, 80 min dolarlıq bizim avtobus xarab olur, işləmirik. Məbə bizə laylanır avtobus. Skora gəlmir, uşaq məktəbə getmir. Hamımız xəstəyik, bax bu barmada hər geri skora gəlir. Mən şəkərim var, davleniya var, xəstə adamam. Skor içəriyim, skora gəlmir. Bir də mənə Nasırqıya qoydular, Nasırqada məhləni uşaqlara apardılar. Skora gələ bilmədi. Bizim şəhərimizdə üçün yolumuz düzəlməlidir. 73 yaşında qadınam, xəstəyəm. Skoro gəlmir, nəvələrimiz məktəbə getmir. Bizim şikayətimiz tolku odur ki, yolumuz düzəlməlidir. Məktəbə uşaqlarımız gedə bilmir balam, xəstə adamıyıq, marşrutlarımız yaxşı işləmir. Bizim də o qədər hamının vəziyyəti nə bir cürdür. Mən taksi tuta bilmirəm, mənim imkanım yoxdur. Taksi tutan uşaq oxuyur, taksi gəlmir. Kim taksisi ilə uşağını yola salır, oxuyur. Bizimkilər də bir həftə öydə olur. İndi də yağışda heç uşağımız eşiyə çıxmadı. Ona görə ki, su, dəmir qapıdan eşiyə çıxırsan, yağın suya düşür, balotadır. Xəstə adamam, mənim skoro gəlir, mən ölüb qutarandan sonra gəlir. Qeyd edək ki, Marneuli merinin Qızılhacılı üzrə nümayəndəsi Sədrəddin Talıbov dəfələrlə daxili yollara çınqıl töküldüyünü bildirib. Bu aidiyyatı qurumların yenidən əraziyə baxış keçirərək tədbir görəcəklərini sakinlərə çatdırıb.